Xeyir olsun. Mexanik rəqsə və dalğalar mövzusundan belə bir maraqlı bir sualla tanış olacağıq inşallah. Deyir kütləsi 100 qram olan cisim sərtliyi 40-dır. Üfüqi müstəvidə 10 cm-lik amplitud rəqs edir. Cisim tarazlıq vəziyyətində 8 cm məsafədə olanda onun sürətini hesablayaq. Yola bu məsələ üçün mən 2 üsul tətbiq edəcəm. Elə isə vaxt itirməyə davam edək. Biz bilirik ki, tam enerji nəyə bərabərdir? Kinetiklə potensialın cəminə. Yaxşı ki, tam enerjinin yerinə mən potensialı maksimalını qoya bilərəmmi? K vurulsun x maksimal kvadrat bölünsün 2 bərabərdir kinetikin yerinə qoyacağım mv kvadrat bölünsün 2 üstəyəmsən potensialın yerinə qoyacağım kx kvadrat bölünsün 2. Hər tərəfi 2-yə vurub ixtisara apara bilərik. Verilən qiymətlərin yerinə qoyaq. Deməli k-nın yerinə qoyacağım 40. Yox, k-mız neçədir bizim? Aha, k-mız 40-dır. Olacaq onda. 40 vurulsun x'imiz 10 cm-dir. Çevrəndə 0.1 onda kvadratı 0.100-1. Bərabərdir. Kütləmiz 100 qram dudalica 0.1 kilogram vurulsun v kvadrat üstə gəlinsin. Yenə k-mızın əvəzini yazıram 40 vurulsun x-in əvəzinə qoyacağım 8 cm. 8 cm çevirsəm 0.108 kvadratda 0.064. Üzr istəyirəm 0.064. Əla. İndi hər tərəfi gəlin belə eləyək. Ona vuraq, kəsirdən belə deyək də bu vergüldən azad olmağa çalışaq. Ona vursaq, deməli burada olacaq 0.1, bu 0-da gedəcək, qalacaq burada 4. Hər tərəfini 10-a vurdum. Buranı da 10-a vurdum. Bu hissəni də 10-a vurmuş oldum. Bərabərdir. 10-a vuranda olur v kvadrat. Üstə gəlinsin. 4 vurulsun 0.64. Onda v-nin kvadratı bərabər olacaq. 4 çıxılsın 2.56, 4 çıxılsın 2.56 eləyir 1.44. V bərabərdir. Modulda bizə modulunu istəyir. Modulda V bərabər olacaq 1.2 metr bölünsün saniyə. Belə bir üsul tətbiq edə bilərsiniz. Bir də riyazi rəqqasının düsturundan. Deməli x bərabərdir. xm kosinus omega t düsturundan gedəcəm. X-imiz neçədir bizim? 8. 8 bərabərdir 10 kosinus omega t. Aha, deməli nə edirik? Buradan biz kosinus omeganı tapırıq. Kosinus omega t bərabərdir 8 bölünsün 10. Əgər kosinus omega t 8 bölünsün 10'sa sinusu olacaq. Sinus omega t bərabərdir 6 bölünsün 10. Çünki riyaziyyatdan sinus kvadratı alfa üstə gəlir kosinus kvadratı alfa bərabərdir 1 olmalıdır. Bu qayda ilə biz yazdıq bunu. Yaxşı. İndi v-nin tənliyi qursam onda bundan törəmə alanda bizə nə olacaq? Mənfi v maksimal sinus omega t. Yaxşı. İndi bizə deyir ki, bu v-ni tapmalıyıq. Onda v bərabərdir mənfi v maksimalımız neçə olacaq? Deməli əvvəlcə v maksimalı hesablayaq. V maksimal bizdə olacaq xm vurulsun omega. Xm vurulsun omeganın da yerinə kök altında k bölünsün m qoyacağam. Bərabərdir. Xm'imiz 0.1 vurulsun kök altında k-mız 40, kütləmiz 0.1. Bu eləyir 400. 400-dən 20 çıxanda 400-dən 20 çıxır. 20 0.1-ə vuranda eləyəcək 2. Deməli sürətin maksimal qiyməti 2-dir. 2 sinus omega t-ni tapdıq biz 10.6. Vurulsun 10.6. Elədim mənfi 12 bölünsün 10. Bu deyiləcək mənfi 1.2. Bizdən də modulunu soruşduğuna görə bərabər olacaq 1.2 metr bölünsün saniyə. Əla, buyurun inşallah.